Azərsel IT ixtisası üzrə ən yüksək bal toplamış tələbə qızlarla görüş keçirib. Lider mobil operator Uğur Qızlarımızın da adlı sosial layihəsini davam etdirir. Sentyabr ayının 26-sında kompüter elmləri və informasiya təhlükəsizliyi ixtisasları üzrə bu il ən yüksək bal toplayaraq tələbə adını qazanmış qızlar Azərselin qonağı olublar. Azərselin hüquq və data strategiyası üzrə baş direktoru Şirin Əliyeva tələbələri təbrik edib və vurğulayıb ki, gənc qızların IT sahəsində uğurları həm şəxsi nailiyyət, həm də ölkənin rəqəmsal gələcəyinə töhfədir. Şirkət onların potensialını reallaşdırması və irəliləməsi üçün yeni imkanlar yaratmağa dəstək göstərir. Korporativ və Marketinq Ünsiyyət Vasitələri Departamentinin direktoru Sona Abbasova tələbələrə şirkətin korporativ məsuliyyət strategiyası, xüsusilə qadınların inkişafına yönəlmiş təşəbbüslər barədə məlumat verib, təhsilə, bilik və bacarıqların artırılmasına dəstəyin əsas prioritetlərdən olduğunu qeyd edib. Görüşdə tələbələrə dəyərli hədiyyələr və Digimax 10 tarif paketinə 1 illik abunəlik təqdim olunub. Qeyd edək ki, tələbələrin siyahısı ixtisas seçiminin nəticələrinə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunub.